Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev həbs edilib. Bunu bir çoxumuz bilirik. Hacı Vəliyev pis oğlan deyil, pis döyüşçü olmayıb, pis qazi deyil, bilməm necə deyim. Həmişə qazi və şəhid ailələrinin yanında olub, bunu hər birimiz bilirik. Nə cəzası var, nə günahı var bilmirəm. Təbii ki, onu araşdırma biləcəyik. Biz qıraqdan bir fikir söyləyə bilmərik, amma xahiş edə bilərəm mən də öz adımdan ki, onun hər hansı bir cəzası varsa, onu keçdiyi döyüş yoluna, xidmətinə görə şans verək və bağışlayasın onu. Yəni, olarsa əgər, mən də bəzi digər qazilər kimi istədim, xahiş edim ki, xidmətini nəzərə alıb, keçdiyi döyüş yolu, səhhətini, bir gözünün olmaması, əlilliyini nəzərə alıb bağışlasa onu, çox gözəl olar düşünürəm. İnşallah ki, səsimizi eşidərlər.